الله أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم عباد الله أوصيكم والنفسي بتقوى الله. Əziz müminlər, günlərin seyyidi cümə günündə və məkanların alisi Allah evində əvvəla özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Dəyərli müminlər, bu günlər xalqımızın tarixində hüzünlü olmaqla yanaşı, həm də çox qürurlu bir günlərdir. Elə bir tarixi biz yaşayırıq ki, sabahki gün 27 sentyabr hər birimizin xatirəsində, yaddaşlarımızda qalan bir tarixdir. 5 il bundan öncə, 2020-ci ildə, təbii ki, 30 il müddətində düşmənin torpaqlarımızı işğal etməsi və işğal olunmuş torpaqlarımızda təxribatlar aparması, daim oradakı müqəddəs məkanlarımıza olmazın hörmətsizliklərin olunması və sair məsələlər ki, bu xalqın bir yaralı yeri idi. Əlbəttə ki, xalqımız sülh sevər bir xalqdır və biz bunun təbii ki, bir sülhlə həlli yollarını düşünürdük, istəyirdik, axtarırdıq. Lakin 26-sından başlayaraq düşmənin növbəti təxribatı artıq cavabsız qalmadı. 27 sentyabrda ordumuz tərəfindən əks hücum əməliyyatı başlanıldı. Və o günlər həqiqətən hər birimizin xatirəsində çox fərqli bir xatirələrlə qalıb. Həm həyəcan var idi, həm qürur var idi, həm hüzün var idi, kədər var idi. Təbii ki, o günlər biz hər gün şəhid xəbərlərini alırdıq və bizim də şəhidlərimiz gəlirdi vətənimizə, xüsusən rayonumuza, hamımızın iştirakı ilə, bütün xalqın iştirakı ilə o şəhidlərin dəfnində hər kəs iştirak edirdi. Bəlkə də ən əziz adamı, ən doğması kimi xalqın hər bir nümayəndəsi o dəfn mərasimlərində iştirak edirdi. Hər bir vətənini sevən, xalqını sevən orada iştirak edirdi və hamımız da şahid olmuşduq ki, insanlar küçələrdə gedərkən görürdük ki, xanımlar evlərindən çıxırdılar, aparılan şəhid kimdir, kimin balasıdır bilmirdilər, amma ona elə göz yaşı tökürdülər ki, sanki ən əziz adamını itirib. Bəlkə də bizim doğmalarımızı itirdiyimizdə o qədər qəmlənməmişdik, o qədər kədərlənməmişdik ki, o günkü günlərdə təbii ki, xalq, millət olaraq hər kəs qəmli idi, qüssəli idi. Amma bir tərəfdən də ard-arda demək olar ki, hər gün o qələbə xəbərlərinin gəlməsi, hər gün bir kəndimizin, bir rayonumuzun azad olunması həm də bizə bir toxtaqlıq verirdi. Çünki bizim tariximizdə bir neçə anım günləri var. 31 mart soyqırımı kimi, Xocalı soyqırımı kimi, 20 yanvar soyqırımı kimi və s. bizim tariximizdə anım günlərimiz var. Amma onların hamısında bir qəm var, kədər var. Çünki orada yalnız bizim əlimizdən gedən itkilərimiz var. Amma 27 sentyabr anım günü də olsa, şəhidlərimizin anım günü, müharibəmizin, o haqq savaşımızın başlanma tarixi də olsa, çünki qələbələrlə birlikdə idi, çünki uzun müddət işğalda olan torpaqlarımız azad olunurdu. Ona görə bu günləri biz həm də fəxarət hissi ilə yad edirik, fəxarət hissi ilə duyuruq. Həmin ərəfədə xalq, millət, dövlət birliyi doğrudan da özünü göstərdi, öz təsdiqini tapdı və əlbəttə bizim o igid balalarımızın rəşadəti, əzmi, o şəhadət məktəbindən aldıqları ilham öz sözünü göstərirdi. Düzdür, bu 30 il dönəmində ordumuz güclənmişdi, silahlanmışdı, amma tək bu amil kifayət eləmir. Bəzi ordular var ki, bizdən də güclü bəlkə də silahlanmaya malikdilər. Amma əsas nə idi? Ruh yüksəkliyi idi və bu çox mühüm bir məsələ idi. Gözü
qırpmadan ölümün üstünə gedə biləcək vətən oğulları olan bir torpaq həmişə bu qələbələri əldə edə bilər. Birdən o əzm ola əsgərlərimizdə olmasaydı o zaman bu həmin nailiyyətləri biz bəlkə də əldə eləsəydə çox gec əldə eləmiş olardıq. Əgər 3000 şəhidimiz var idisə, bəlkə də bu şəhidlərimiz daha çox ola bilərdi. Ona görə hər birimiz o şəhidlərimizə biz borcluyuq, bir xalq, bir millət olaraq və şəhid valideynlərinə hər birimiz borcluyuq. Xüsusən bu cümə xütbəsində bizim şəhid valideynlərimiz var, dəyərli biz. Onların hər birimiz qarşılarında baş əyirik ki, onlar həqiqətən elə bir evladlar böyütdülər, elə bir şücaətli, cəsur, hər şeydən keçməyi, xalqı üçün, dəyərləri üçün, milləti üçün, Allah yolunda hər şeyi keçməyi, öz canını qurban verməyə bacaran yiğit oğulların əlbəttə ki, bu günlər biz zəhmətinin, qanının nəticəsini gördük ki, Allaha şükürlər olsun ki, bugün vətənimizin bütün xəritəsi boyu bizim əsgərlərimiz öz sərhədlərimizə nəzarət edir. Hər yerdə bayrağımız ucaldıldı. Hər yerdə Allaha şükürlər olsun ki, azan səsləri ucaldılar və bunlar əlbəttə həmin müharibənin nəticələri idi. Dünya sadəcə bəyanatlar verirdi. Amma biz həmin bəyanatları öz gücümüzlə bərpa elədik. O bərpa oluna bilməyən məsələləri özümüz bərpa elədik. Təbii ki, şəhidlərimiz necə bizim üçün əzizdir, Allah qatında ondan qat-qat əzizdir. Bəlkə biz dərk eləmədiyimizdən, bəlkə yox, həqiqəti budur. Çünki Qur'an-ı Kərim bunun barəsində buyurur ki, siz dərk etmirsiniz şəhidlərin məqamları. Şəhidlər o qədər alidirlər, o qədər uzadılar. Qur'an-ı Kərimdə Tövbə surəsində Allah Müteala buyurur: "İnnəllaha iştara minəl mu'minina anfusahum və amvalahum bi enne lahumul cennə." Möminlər olardılar ki, Allah yolunda öz mallarından və canlarından keçirlər və Allah müştəridir onların mallarına və canlarına. Sən malını xərcləyəcəksən, sən canından keçəcəksən. Onun müştərisi Allah özüdür. Allah alacaq. Allah alacaq. Alış-verişdə əgər alınan bir şey varsa onun müqabilində bir şey verilməlidir. Bi enne lahumul cennə. Qur'an-ı Kərim buyurur ki, onların ən az mükafatı budur cənnət. Ən az mükafatları cənnətdir. Yuqatiluna fi sabilillah feyaqtaluna və yuqtalun. Onlar ki, Allah yolunda öldürürdülər və ölürdülər. Ki, Allah yolunda ölənlərimiz bizim şəhidlərimizdir. Allah yolunda öldürənlər bizim dəyərli qazilərimizdir ki, onların da bu qələbədə çox böyük bir payı var. İstər yaralanmış qazilərimiz olsun, İstər elə döyüşdən yaralanmayıb, salamat qayıdıb gələn qazilərimiz olsun. Hamısı bu xalqın dəyərləridir və bu dəyərlər qorunmalıdır. Bu dəyərlər həmişə əziz tutulmalıdır. Bu hədisi bir neçə dəfə demişik, amma yeri var ki, əziz Peyğəmbərimizdən şəhadətin barəsində bu hədis deyilsin. Bir şəxs gəlmişdi əziz Peyğəmbərimizin yanına. Burada ki, ya Resulallah, mən hər namazda bir dua edirəm. Dua edirəm ki, Allah nə qədər dünyada xeyirlər yaratmısan və nə qədər axirətdə xeyirlər yaratmısan, Allah bu xeyirlərin hamısını səndən istəyirəm. Zirək mömin idi. Azla qani olmur. Deyir, Allah hamısını istəyirəm mən. Nə qədər xeyir yaratmısan, hamısını mən istəyirəm. Ya Resulallah, mənim bu duam düzdürmü? Biraz bizim dinlənçək ac gözlük deyil bu cür dua eləmək, Peyğəmbərdən xəbər alır, soruşur ki, mən hamısını istəyirəm o xeyirlərin. Həzrət Peyğəmbər Əkrəm həmin şəxsin cavabında buyurdu ki, mümkündür sən nə dua etdiyi özün də bilmirsən, Allahdan nə istədiyi özün də bilmirsən. Amma mən sənə deyim ki, əgər sənin Allah bu duavı qəbul eləsə, mütləq budur ki, Allah sənə şəhadət bəxş edəcək. Yəni, şəhadət o qədər ali bir dəyərdir Allah yanında ki, bütün dünyanın xeyirləri və bütün axirətin xeyirləri cəm olsa şəhadətin yanında kiçikdir. Və rəvayətdə var ki, həmin şəxs döyüşlərin birində elə şəhid də oldu. Yəni, bu şəhidlərimiz istər 44 günlük savaşda 3000 şəhidimiz, ondan sonraki dönəmdə antiterror əməliyyatlarında şəhidlərimiz, ondan öncəki 1-ci Qarabağ savaşındakı şəhidlərimiz və tarix boyu hər nə qədər
Allah deyən, din deyən, əqidəsi ilə, amalı ilə Allah yolunda, xalq yolunda, vətən yolunda, namus yolunda canlarından keçmiş şəhidlərimiz var. Onlar hamısı bu xalqın dəyərləridir və bizim hər birimizin borcudur özümüzün onları əziz tutmağımız və özümüzdən sonra gələn nəsillərə bunu həqiqəti ilə çatdırmağımız ki, bu tarix boyu yaşamalı olan bir dəyərdir. Allah hamd verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəal bütün din yolunda, Allah yolunda, vətən yolunda, namus yolunda canlarından keçmiş şəhidlərimizin məqamı ucadır, daha da ali qərar versin. Onların ruhun bizlər üçün duası qərar versin inşallah.